Hörmətli xanımlar, hörmətli bəylər, dəyərli qonaqlar, xoş gördük hər birinizi belə bir Azərbaycan xalqının yaddaşında özünə məxsus yer edinmiş bir gündə milli hökumətimizin qurulmasının 80 illiyində sizinlə bir arada olmaq və sizinlə çox önəmli bir sənədi paylaşmaq qüruru Azərbaycan təşkilatları tərəfindən mənə həvalə edildi. Mən hər birinə təşəkkür edirəm və bu Azərbaycan təşkilatlarının Əməkdaşlıq Şurasının platformasını sizə təqdim edəcəyim. Belə bir önəmli bir gündə. Ancaq platformaya başlamadan öncə dünən biz Ulu Öndər Heydər Əliyevin anım gününü keçirdik. Və bugün də istərdim ki, sizlərin huzurunda Azərbaycanın güneyindəki milli hərəkatımıza qatqılarından dolayı, Azərbaycanın güneyindəki milli hərəkatımızda özünə məxsus iz buraxdığına görə bunu özümüzə borc bilirik ki, umumilli lider Ulu Öndər Heydər Əliyevi minnətdarlıqla, şükranla yad edək və platformaya bu şəkildə başlayaq. Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının keçid dövrünə dair platforması. A. Giriş. İran çox millətli bir ölkədir və 20-ci əsrin əvvəllərinə dək bu coğrafiyada hakimiyyətə gələn sülalələr etnik və mədəni müxtəlifliyin mövcudluğunu nəzərə almış, fərqli kimliklərin dövlət idarəçiliyində iştirakını təmin etmişlər. Bu siyasət mərkəzi hakimiyyətin legitimliyini artırmaqla yanaşı bölgədə sabitliyin qorunmasına da şərait yaratmışdır. 20-ci əsrin əvvəllərində xarici güclərin himayəsi ilə dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn Pəhləvilər dövrü ilə birlikdə yeni bir siyasi xətt formalaşmışdır. Bu dövrdə dövlətin çoxmillətli xarakteri nəzərə alınmamış, əksinə vahid millət və vahid milli kimlik anlayışları əsasında mərkəzləşdirilmiş milli ideologiya yaradılmağa çalışılmışdır. İran İslam Respublikası hakimiyyəti də bu siyasəti müxtəlif formalarda davam etdirmişdir. Belə bir yanaşma milli kimliyi inkar edilən və assimilyasiyaya məruz qalan xalqların müqavimət hərəkatlarına səbəb olmuşdur. Nəticədə çoxmillətli quruluşun nəzərə alınmaması ölkə daxilində siyasi və sosial ziddiyyətlərin dərinləşməsinə gətirib çıxarmış, ardıcıl qarşıdurmalar və uzun müddətli sabitliyi təhdid edən faktörlər formalaşmışdır. Keçən 100 il ərzində İranın mərkəzi hakimiyyətlərinin həyata keçirdiyi ayrı-seçkilik siyasətləri yalnız siyasət, kimlik və mədəniyyət sahələri ilə məhdudlaşmamış, xüsusilə iqtisadiyyat sahəsində özünü daha dərin şəkildə göstərmiş və qeyri-fars millətlərin yaşadığı bölgələrdə sömürgə xarakterli idarəçiliyə gətirib çıxarmışdır. Bu ayrı-seçkilik və sömürgəçilik siyasəti son illərdə daha da dərinləşərək geniş miqyaslı ətraf mühitin zərər görməsinə və təbii sərvətlərin talanmasına səbəb olmuşdur. Bunun ən bariz nümunəsi isə Urmu gölü faciəsidir. Tarixi təcrübə göstərir ki, etnik və mədəni müxtəlifliyin yüksək olduğu bir coğrafiyada vahid millət, vahid kimlik modeli könüllü əsaslarda həyata keçirilə bilməz. Bu siyasət zorakılıq və mərkəzləşdirilmiş assimilyasiya tədbirləri ilə müşayiət olunduqda isə daxili sabitliyi pozan və demokratik dövlət quruculuğunu əngəlləyən əsas faktörlərdən birinə çevrilər. Beləliklə, bu model nə sosial harmoniya yarada, nə də beynəlxalq standartlara
uyğun demokratik idarəçilik formalaşdıra bilər. Hal-hazırda özünü İran İslam Respublikasına alternativ kimi təqdim edən bir sıra siyasi qüvvələrin də vahid millət konsepsiyasına bağlı qalmaları onların tarixi, siyasi reallıqları yetərincə təhlil etmədiklərini göstərir. Bu isə həmin qüvvələrin hakimiyyətə gəldikləri təqdirdə Pəhləvilərdən və mövcud rejimdən ciddi şəkildə fərqlənməyəcəkləri ehtimalını gücləndirir. Halbuki İranın mövcud siyasi reallığında ən önəmli faktor müxtəlif xalqların milli müqavimət hərəkatlarıdır. Bu gerçəkliyi nəzərə almayan istənilən siyasi alternativin demokratik yolla hakimiyyətə gəlməsi və onu davam etdirməsi mümkünsüzdür. Bu bağlamda Güney Azərbaycanda milli dövlət hədəfi ilə yola çıxan və azadlıq, ədalət, milli hökumət şüar devizini rəhbər tutan şura, bu yüksək hədəflərin və dəyərlərin həyata keçməsi üçün mövcud unitar quruluşun aradan qaldırılmasını vazkeçilməz şərt kimi dəyərləndirir və mövcud alternativlərdən isə hər hansı birinin bu dəyişikliyi reallaşdıracağına inanmır. Məhz ona görə də Güney Azərbaycan təşkilatlarının əməkdaşlıq şurasının Azərbaycan Türk millətinin böyük potensialına, zəngin dövlətçilik ənənələrinə və demokratik idarəçilik təcrübəsinə istinad edərək keçid dövrünün idarə olunmasına müstəqil alternativ kimi talib olması tarixi zərurətə çevrilmişdir. Şura üzərinə götürdüyü bu məsuliyyəti yalnız Azərbaycan türkləri ilə məhdudlaşdırmır, eyni zamanda İranda zülm və diktatura şəraitində yaşayan digər millətlər və etnik qruplarla birgə ortaq mexanizmlər yaratmaq yoluyla həyata keçirməyi qarşısına məqsəd qoyur. B. Keçid dövrü idarəçiliyinin əsas vəzifələri. 1. İran İslam Respublikası rejiminə son vermək, rejimin daxili və xarici terror fəaliyyətlərini dayandırmaq, repressiya və cinayət mexanizmlərini ortadan qaldırmaq. 2. Son 100 il ərzində Pəhləvi və İslam Respublikası dövrlərində formalaşmış bütün antidemokratik və antihumanist təsisatları aradan qaldırmaq, qeyri-fars xalqlara etnik, dini, məzhəbi, sinfi, cinsi və sair azlıqlara, qadınlara və uşaqlara qarşı aparılan ayrı-seçkilik siyasətlərinə qeydsiz şərtsiz son vermək. 3. Bu coğrafiyada yaşayan bütün xalqların etnik, dini, məzhəbi və cinsi azlıqların öz düşüncə və iradələrini sərbəst ifadə edə biləcəkləri azad və demokratik mühit formalaşdırmaq. 4. Xalqların hər hansı təzyiq və müdaxilə olmadan öz müqəddəratlarını sərbəst şəkildə müəyyən edə bilmələri üçün azad referendumların həyata keçirilməsinə şərait yaratmaq. 5. Pəhləvi və daha sonra da İslam Cumhuriyyəti dövründə ayrı-ayrı bölgələrdə milli demografik quruluşu dəyişdirərək millətlərin bir-birinə qarşı durması və assimilyasiyalarının sürətləndirilməsi hədəflənmişdir. Buradan yola çıxaraq ölkədə vətəndaş müharibəsinə yol verməmək məqsədi ilə müxtəlif xalqların yaşadığı bölgələrdə öz sərhədlərini tarixi, milli və coğrafi əsaslar üzərində müəyyənləşdirmələrinə və həmin sərhədlər içərisində milli yurt subyektlərini təsis etmələrinə şərait yaratmaq. 6. Bu milli yurt subyektlərdə ana dilində təhsil hüququnun həyata keçirilməsi üçün lazımi infrastruktur tədbirlərini başlatmaq. 7. Dövlətə məxsus resurslar, imkan və varlıqların müəyyən bölgələrdə mərkəzləşdirilməsinə yol verməmək, milli yurt subyektlər arasında bərabər hüquqluluq və
ədalət prinsipləri əsasında bölüşdürülməsini təmin etmək. 8. Xalqların öz müqəddəratlarını təyin etmələri məqsədi ilə keçirilən referendumlarda ifadə etdikləri iradəyə tam hörmətlə yanaşmaq, milli, dini və məzhəbi qarşı durmalara yol vermədən yeni mərhələyə keçiş üçün dövlətin bütün imkanlarını səfərbər etmək. 9. Keçid dövründə həyata keçiriləcək bütün islahat və dəyişikliklərdə beynəlxalq hüquq və normaları əsas götürmək, prosesin beynəlxalq müşahidə və nəzarət altında aparılmasını təmin etmək. 10. Keçid dövrü idarəçiliyinin vəzifə və səlahiyyətlərinin icrası sürecində beynəlxalq təhlükəsizliyi və bölgəsəl həssasiyyətləri diqqət mərkəzində saxlamaq. 11. Ayrı-ayrı fondlar və qurumlar adı altında fəaliyyət göstərən, lakin əslində rejimin qeyri-qanuni fəaliyyətlərinin maliyyələşdirilməsinə xidmət edən mərkəzlərin vəsaitlərini ləğv edərək, həmin maliyyə resurslarını birbaşa əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə yönəltmək. 12. Mütərəqqi dünya dövlətləri, xüsusilə də qonşu ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bərabər hüquqluluq prinsipləri əsasında yenidən qurmaq, xarici siyasi və iqtisadi əlaqələrin inkişafına mane olan amilləri aradan qaldırmaq. 13. Qəti və ardıcıl tədbirlər vasitəsilə silahlı qüvvələri və hüquq mühafizə orqanlarını regional və beynəlxalq təhlükəsizliyə, həmçinin ölkə vətəndaşlarının can və mal təhlükəsizliyinə təhdid olmaqdan çıxararaq. 13.1. Hüquq mühafizə orqanlarının imkan və potensialını ölkə daxilində sülhün, sabitliyin və yaranacaq demokratik təsisatların qorunmasına yönəltmək. 13.2. Silahlı qüvvələrin isə potensial və imkanlarını arzu olunmayan xarici təhdidlərin qarşısını almağa yönəltmək. 14. Nüvə silahlarının əldə edilməsi kimi beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən macərapərəst siyasətə son qoymaq və bu məqsədlə ayrılan vəsaitləri elm və təhsilin inkişafına, ölkə əhalisinin rəfah və sosial-iqtisadi təminatına istiqamətləndirmək. 15. Bu coğrafiyada yaşayan bütün millətlərin mədəniyyətlərinin bərabər hüquqlu inkişafı və tərəqqisinə şərait yaratmaq, vəsaitin bölgüsündə ədalət prinsiplərini rəhbər tutmaq. C. Keçid dövrünün idarəçiliyinin forması ilə ilgili başlıca müddəalar. Qateşin başlıca qayəsi keçid dövründə yeni bir unitar dövlətin quruluşunun formalaşmasına fürsət verilmədən millətlərin öz azad iradələri ilə öz müqəddəratlarını təyin etmələrinə şərait yaratmaq və mərkəzi hakimiyyətin səlahiyyətlərinin böyük qisminin milli yurt subyektlər arasında bölüşdürülməsini təmin etməkdən ibarətdir. Qateş, bu hədəfin reallaşdırılması ilə bağlı konkret müddəalarını Güney Azərbaycanın müxtəlif kəsimləri, eləcə də bu coğrafiyada yaşayan digər millətlərin nümayəndələri ilə aparacağı istişarələrdən sonra geniş ictimaiyyətin diqqətinə çatdıracaqdır. Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası.